Bizə ən çox soruşulan suallardan biri də stentlərin ömrü nə qədərdir? Əslində mənə bu sual soruşulanda deyirəm ki, maşınınızın ömrü nə qədərdir? Bu suala cavab vermək çətin olduğu kimi, eyni şey stentdə də keçərlidir. Hal-hazırda istifadə etdiyimiz üçüncü nəsil, yəni son nəsil dərmanlı stentlərin təkrar tutulma ehtimalı cəmi cümlətanı 2%-dir. Buna təsir edən faktorlar nədir? Birincisi, əməliyyatı edən, stenti taxan operator həkimdən çox şey asılıdır. Əgər damar diametrinə uyğun doğru stent seçilibsə və içi yaxşı, yüksək atmosferlərdə şişirilib, damar divarı formasını alıbsa, bu stent tutulmaz. İkinci önəmli faktor damarın xüsusiyyəti, yəni pasiyentin damarının xüsusiyyəti. Yəni pasiyentin damarı nə qədər kirəclidirsə, damar darlığı nə qədər uzundursa, şəkəri var, təzyiqi var, böyrəyi xəstəliyi varsa, bu kimi hallarda stentlərin nəticələri yaxşı olmaya bilər, əməliyyatın nəticələri yaxşı ola bilər. Üçüncü hal isə tamamilə pasiyentdən asılıdır. Yəni pasiyentin bizim dediyimiz şeylərə riayət etməsi, bunların başında dərman istifadəsi gəlir və dərman istifadəsinin başında da xolesterin dərmanı gəlir. Bizim insanlar xüsusilə də bu xolesterin dərmanını kəsməyə çalışırlar. Amma bu kəsildiyi zaman yağlar təzədən o bölgəyə yığaraq damarı tıxayır. Digər faktorları təzyiq, şəkər tamamilə nəzarət altında olmalıdır. Pəhriz və digər şeylərə riayət edilməlidir. Gördüyünüz kimi burada bir çox yük pasiyentdən asılıdır. Əgər biz bu faktorlara diqqət edərsək, stentimiz ömürlük olar.